Salam, hörmətli izləyicilərimiz. Xoş gördüm sizləri. Masazır qəsəbəsinin tam orta mərkəzində əsas prospekt yolun, Əliyə Vahid prospektin yolun kənarında 8 mərtəbəli böyük kompleks binanın 7-ci mərtəbəsində 2 otaqlı mənzilimizi sizə təqdim edirik, hörmətli izləyicilərimiz. Mənzilimiz hazır biznesdir, kirayə yaşayır. Alınandan, təmir olunandan ev kirayədə olub, 5 ilin içində bir dəfə boş qaldığı gün yoxdur. Əsas prospekt yolun üzəri olduğu üçün, böyük məqam marketin dayanacağın yanı olduğu üçün kirayə, bu evdə kirayə boş qalmır. 2 otaqlıdır, 8-ci mərtəbənin, 8 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Tam əşyalı formada satılır, 51 kvadrat, qiymət 82.000 manata deyilir. Real müştəri olsa endirim mütləq olunacaq. Binada qaz, lift var, sənədlər qaydasındadır. Evimiz də 350 manata kirayə verilib. Mütəmadi olaraq da evdə kirayə yaşayır. Giriş hissəmiz görürsünüz böyükdür. Burada 45 kvadratda kondisioner mövcuddur. Evdə nə görürsünüz, hörmətli izləyicilərimiz? Bu kirayə qarışıq, kirayə üçün qarışıq alıcıya təqdim olunacaq. 350 manata kirayə. Hazır biznes. 2 otaqlıdır. Bu yataq otağımız normaldır, pis deyil. Əşyalar nə görürsünüzsə hamısı 4 il bundan qabaq alınıb və kirayə evi kim alsa onun üstündə veriləcək hər bir şey. Kondisioner, televizora qədər modem var, bahalaşma tavan, sanitar qovşaq döşəmədən isitməli, hər bir şərait. Görürsünüz, bax burada mövcuddur. Genişdir, sanitar qovşağı da mətbəx hissəmizdir. Mətbəxdə də paltoryan, soyuducu, qaz, hər bir şey qalacaq, hörmətli izləyicilərimiz. Qiymətin içində qalacaq. Qiymət 82.000 manat nəzərdə tutulur, start qiymət. Real müştərilərə qiymətdə endirim olunacaq. Burada mətbəx normal geniş şəkildədir. Bura stol stulda qoyub rahat otura bilərsiniz. Bu əşyaların hamısı təzə alınıb. Burada da balkonu sizlərə göstərim. Şəhər istiqamətinə baxan kompleksdir. Qaz sayğacı var, binada da kombi, qaz var, işləş vəziyyətləri, balkonda normal şəkildə. 51 kvadrat yaşayış sahəsi var, qiymət 82.000 manata deyilir. Hər bir əşya içində qalmaq şərtindən heç nə götürməyəcək, sadəcə burada aid olan əşya, belə desək, əşya yoxdur. Sadəcə kirayə şəxsə özünə məxsus əşyalardır. Modem var, televizor, stol, stul, divan. Bir ev üçün, yaşam üçün nə lazımdırsa bu evdə hamısı cəm şəkildə formalaşıb. 8 mərtəbəli binanın 7-ci mərtəbəsi, böyük kompleks, binanın altı ümumiyyətlə qarajdır, həyəti var, uşaqlar üçün, böyüklər üçün, hasta vaxt üçün, oynamaq üçün yerlər mövcuddur. Yax qarşısında dayanacaq böyük marketlər. Buyurun, hörmətli izləyicilər, söz sizdə, diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.